Reproduktiv sağlığının müalicəsini başlamaq üçün xüsusi bir yaş limiti yoxdur əslində. Sadəcə olaraq valideynlər daha çox məktəb yaş dövründə uşaqlarında bu problemi görürlər. Səbəb də burada sinif yoldaşlarından geri qalma, yəni onlarla müqayisə edirlər və sırf bu yaşlarda bizə daha çox müraciətlər olur. Hansı yaşlar aralığında? Məktəbli yaş dövrləri, yəni 8, 13, 14 yaş aralığında daha çox bizə müraciətlər olur və hətta tətil bitdikdən sonra yeni dərs ilinə başlayanda valideynlər uşaqlarının digər həmyaşıtları ilə nəzərə çarpacaq dərəcədə fərqləndiyini görürlər və bu zaman bizə müraciət edirlər. Amma əslində xüsusi bir müalicənin başlanma limiti yoxdur yaş üçün. Yəni mənim ən kiçik yaşlı boy hormonu hətta müalicəsi verdiyim pasiyentimin 1 yaş yarım yaşı var. Yəni heç də böyük bir yaş periodunda deyil. Amma ki bir tək onu burada qeyd etmək çox önəmlidir ki, müalicəni nə qədər erkən başlasaq, bir o qədər yaxşı nəticə əldə edirik və müalicə digər xəstəliklər qrupundan fərqli olaraq həyatımızın istənilən yaş periodunda aparıla bilmir. Dediyim kimi, qızlarda sümük yaşı, yəni bioloji yaşı 14, oğlanlarda 16 bitdikdən sonra artıq biz müalicəni yekunlaşdırmalı oluruq.